Müəllimlər, deməli, mexaniki iş bölməsinə aid maraqlı bir testlə sizi tanış eləmək istəyirəm. Cisimə təsir edən qüvvənin cismin getdiyi yoldan asılılıq qrafiki verilmişdir. Buna əsasən 0-3 metr aralığında cismin neçə joule iş gördüyünü hesablayın. Biz bilirik ki, F-in X-dan və yaxud da F-in S-dan asılılıq qrafikində deməli, fiqurun sahəsi bizə verir mexaniki iş. Yəni, bax, burada deməli, bu sahə plus bu sahə ümumilikdə bizə verir mexaniki iş. Yəni, buna mən S1 desəm, bu sahəyə S2 desəm, onda S1 nə olacaq? S1 olacaq üçbucağın sahəsi. Deməli, oturacağı ilə hündürlük hasilinin yarısı. Böyləcə -5. S2 də olacaq trapesiyanın sahəsi. Bax, trapesiyanın bir oturacağı buradan bura qədər olan məsafədir. Deməli, 2 plus bir oturacağı buradan bura qədər olan məsafədir. Bu da bizə verib deməli 1. Oturacaqlarının cəminin yarısı var. Hündürlüyü də 2 oturacaq arasındakı məsafədir. Bax, bu hündürlük budur. 20. Bu da eləyəcək. Deməli, 2 ilə 2 getdi. 10 qaldı. 2 üstəgəl 1. 3. 30. Deməli, ümumi sahə nəyə bərabərdir? S1 üstəgəl S2. Yəni, -5 üstəgəl 30. 25. 25 elədi. Deməli, iş elə bu fiquru sahəsinə bərabərdir. Ümumi sahəyə, ümumi. Bu da bərabərdir 25. Deməli, joule olacaq cavab A variantı. Diqqətinizə görə sağ olun.